Bax, bəzi insanlar görürsən ki, qardaşların yanında əxlaqlıdır, ədəblidir, amma evdə ədəbsiz. Evdə yoldaşına əziyyət verir. Yoldaşı ilə pis davranır. Övladları ilə pis davranır. Evdə şir kimidir, amma çöldə sanki quzu kimidir. Yəni, bu vallahi ədəbsizlikdir. Bu insan tohid əhli ola bilməz. O Allah'dır özünü. Necə ola bilər ki, Rəbbin səni görür və səndə ikiyüzlülük var. Evdə başqa cürsən, çöldə başqa cürsən. Bu həqiqətən münafiqlikdir. Yəni, insanın bir yüzü olar. İnsan evdə də eyni olmalı, çöldə də eyni olmalı. Lakin insan evdə yoldaşına əziyyət verir, uşaqlara əziyyət verir, anasına atasına əziyyət verir. Amma qardaşların yanına gələn maşallah deyirlər, bunun imanına bax. Vallahi qorxsun Allahdan. Ki, Allah Teala onu münafiq kimi həşr edər. Ən böyük ədəbsizlikdir bu. Ona görə insanın ədəbi elə evində ortaya çıxır. Yəni, bu problemlər çoxdur axır vaxtlar. Ona görə yəni, diqqətli olmaq lazım. Yəni, hüquqlara diqqət etmək lazım. O haqlardandır. Hüquqlar yaxınlardan başlayır. Demək ki, zövcəmdir. Qiyamət günü haqqını verəcəksən. Alınacaq insandır. Onu yükləmək olmaz. Ondan güzel davranmaq lazım. Çoxu evdə olan problemlər kişilərə qayıdır. Çünki idarəçi kişidir. Yönəldən kişidir. Yəni, bəzən görürsən ki, insan özü etmədiyi şeyi yoldaşından tələb edir. Hələ özün et, nümunə ol. Allah Azze ve Celle nə deyir Quran-ı Kərimdə? Deyir ki, Rabbənə, möminlər, müttəqilər o kəslərdir ki, onlar dua edirlər. Deyirlər ki, Rabbənə, həblənə, min əzvacina və zürriyyətinə qurrata ayun və cəalnə lil-müttəqinə imamə. Faydaya diqqət et. Bu da şəhid hissəsi hara, diqqətli ol. Deyir ki, o kəslər deyirlər, ey Rəbbimiz, bizə həyat yoldaşlarımızdan, zövcələrimizdən və övladlarımızdan göz bəbəyi olacaq kəslər nəsib et və bizi müttəqilərə imam et. Bir müttəqilərə imam et nə deməkdir? Yəni, bizi də müttəqilərdən et, yəni müttəqilərə nümunəvi kəs et. İnsan heç vaxt müttəqilərə nümunə ola bilməz, özü müttəqi olmayınca.